Ağac əkimində hansı gübrələrdən istifadə etməliyik? Bu haqda danışırıq. Hörmətli izləyicilərim, xoş gördük. Ağacların əkilməsi ilə bağlı danışırıq. Bir neçə silsilə videolar sizə təqdim edəcəm. Bu birinci videomuzdur və gördüyünüz kimi burada ağac əkilməsi üçün bir neçə məhsul var. Ağac əkəndə üzvü və mineral gübrələrin olması zəruridir. Üzvü gübrələrdən toğuq peynidir, görürsünüz, sönmüşdür, yaş deyil. Ağac əkimində faydalıdır. Bu isə Leonarditdir. Gördüyünüz bu məhsul qranul formasındadır. Bu torpağı yaxşılaşdırır. Ağac əkəndə istifadə edin, faydalıdır. Kompostdan meşə torpağının qarışığı var. Məsələn, bunu da ağac əkəndə istifadə edə bilərsiniz, faydalıdır. Soxulcan gübrəsidir. Bir sözlə, bu çox dəhşət, möcüzəvi bir gübrədir. Bioqomusla bilirsiniz ki, məşhur üzvü gübrədir. Bundan da istifadə edə bilərsiniz. Bunların hamısını eyni vaxtda da istifadə edə bilərsiniz. Sadəcə normasına diqqət etmək lazımdır ki, nə çox olsun, nə az. Yaxşı olar ki, üzvü gübrələrdən başqa, yəni mineral gübrədən qaçmayın. Az miqdarda ağac əkəndə istifadə edə bilərsiniz. Əsasən kalium fosfor tərkibli olmalıdır. Yaxşı olar ki, azot çox olmasın. Azotun çox olması risklidir. Gübrənin tərkibində az miqdarda azot olsa olar, problemi yoxdur, amma çox olmasın.